Senden sadece dikkat istedim. İstedim sevilen olum yolunu gözledim. Sevgine ihtiyacım vardı görseydin. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı zamanımı ürəyimin açarını sənə verdim. Deyirəm ay Roza, ay Roza. Mən sənin həmişə diqqətindəyəm, həmişə qulluğundayam. Bəh, bəh, bəh. Bu nədir? Səsə bax, səsə bax, sözə bax. Bu. Niyə xodun aldın onu? Roza sözün ağzında qoysan, hə? Mənim bağışlayın bilmədim. Mən gedə bilərəm. Hara gedirsən məni sonra aparacaqsan abratını. Özə işdirsən, boş bekar qalma. Sən gələ dost tanışına, denən ki, sürücülük eləmək istəyirlərsə, Sandroid Kakra sürücü axtarır. Kimin maşını var, yaxınlaşsın mənə, mən düzüb qoşaram, gəlsin burada işləsin. Yaxşı maaş da verirlər, çaqçuq da olacaq. Sən gələ hamıya denə. Deyən, bu Şəftahan, ha. Nə acab qabağıma çıxmadı, ha, bu? Şəftə! Qoyun quzu yəqin yerindədir də. Qorxu düşdü canımı. Şəftə! Bu nətər eldə? Dır dəftə! Nətər eldə o? Say, say, say! Vur, 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 vur! Şəftə! Şəftə! Ay Şəfi! Şəftə! Bu nə at da özünə qoymuşsan? Bu nə də? Bu adı sana kim qoy bə? Bu nə də? Şəftə dedim, it hay verdi. Nə bilim, şəftə dedim, xoruz hay verdi. Nə bilim, eşək hay verdi, bu hay vermədi. Harada da bu? Qoyun buna bir zəhv vurum. Deyəm. Deyirəm, bəlkə uşağı olub arabada aparıb xəstəxanaya. Buyur. Səs gəlir də. Deyən, sən öləsən. Zülü qardaş, Boy. xoş gəlmisiniz. Xoş günün olsun. Bacı salamatçılıqdır. Hə, Dedim birdən gedimiz gəlib dünyaya uşaq nəsə. Yox. Bu Şəftə hardadır? Zəng edirəm, telefonun səsi gəlir içərdən, özü yox. telefon evdə deyə, özü yoxdur. Zaryadkası telefon işləmir ha. Ona görə telefonu toka taxıb gedib də nə? Doğru da. Hə. Bu cip telefondur. Bunu ev telefonu kimi işlədir. Özün aparsın da. Belə şey oldu. Hadi gəldi. Tas. Yaxşı, yüngül eləmə. Gəl bir baxın, doxum oyna. Mən gəlirmədim. Hazır deyə bu. Nəyi? Mahnı oyna. Ne? Oyna la. Yaxşı, ayıb da. Bığından başından utana. Yüngül. Hoş gəlmişsən Niyazi müəllim. Zülfüqar müəllim. Zülfikar müəllim. Bu gizlik adım da yadda çıxar. Gör nə deyirəm. Neyini? Eşidirsən? Neyini? Bu qəndab bacıdan sən bərk yapmış. Neçə? Deyirəm arvadlar var. Uşağı yaş yarımlıq qarnında saxlayan biri. Deyil. Bunda neçəncidir? 15-ci aydır. Bəli. Bugün sabahlıqdır da. Bir gün zamanlıqdır. Doğrudan. Hələ bu gün sabah deyə qalmışsınız. Bu da atası kimi. Gəlirəm, gəlmir. Eşidirsən? Bəli. Gedək qoyunlara baxaq, rahat olmaya görüm nə edirlər olar. Əşi qoyunlar ot deyirlər də. Buradan aşağıdadırlar. Aşağının otu qəşəkdir deyə. Ancaq orada ot deyirlər. Doğrudan. Bəli. Gedək baxaq da, bir gedək baxaq. Əşi gedib baxar o da. İndi qoyunlara baxmağın vaxtı da ot deyirlər özləri içində. Gedib baxarıq, gedib baxaq. O boyda yol gəlmişsən, hama qaralıb. Dən otura bitkə çörək yeyək. Yemirəm, istəmirəm. Yo, ye. Yo, yeyib gəlmişəm. Qulaq asla, gör nə deyirəm də bax. Hinduşka, içi dolu lənəngi. Olsun. Qəşəng bu turşular bağlayıb, pomidor turşuları bağlayıb. Qəşəng, evdə bax qəşəng göy göyərti. Turp, qırmızı turp, ağ turp, təndir çörəyi. Hinduşka da yarısını lənəngilib, yarısını da təndirdə qıpqırmızı. Nətər olar sənin üçün? Əla. Hə, gördün? Bəh. Gördün, bu da deyir əyli olar. Amma sən deyirsən yox. Deyir əyli olar. Zövgümüz üstə üst düşüb, düzdür? Əla. Get sən şor çörək gətir hələlik. Ondan ye, onu gələcəkdə planlaşdırırıq. Heç də. Planımızda var o. Eləyərik. Planımızda var. Gedək baxaq, gedək baxaq. Səndən söz soruşum gedəlim də. Bu show bizneslə bağlıdır. Show bizneslə. Ha, eşidirəm. Bu düz söhbətdir ki, bu müğənni röya üzünə estetik əməliyyat elətdirir. Qəşəng də çıxıb. Ay. Amma 150 manat deyirlər ki, borcu qalın. Ona görə deyirlər ki, üzüyü çəkib paylaşa bilmərsən. Gətin pulunu ver sonra. O dəqiqdir. Mən nə bilim, Mənə Rozadan sual ver, Mən ancaq onun haqqında bilirəm məlumatları. Maşallah, bildim. Gedək oyunlara baxaq. Bu Roza xanım haqqında nə bilirsiniz ki? Çox şey. Nə məsələn? Nə bilim, məsələn Roza dönəri maynəsiz xoşlayır.
Toya gələndə uzaq adamsa 100 manat, yaxın adamsa 200 manat atır. Nə bilim, şalvarın balağını 16 kəsdirir, 16 sm. Hə, bunları hamısını bilirəm. Doğrudan. Ondan siz indi sənəti bilən adamsınız. Bu Akşı ilə Manafın arasında nə söhbətdir? Televizorda görürdüm keçən. Ara, mən nə bilim, gic qussallar verməm mən ha. Gerek oyunlara bax ha. Gedək. Gedək ya. Dedim ya, qulaq as, bu Madonna var Ha. Madonna. Ha. Servis. Ha. Onlar indi satarlar Bakıda. Ha, mən nə bilim, gic qussallarımı çək görüm ha. Bildim, Narahatam qoyunlardan, quzulardan. Gel. Qoyunlarım ana. Bu deyil, buradadılar. Ne o tərəfdə? Yəni, başa düşmədim. Mənim qoyunlarımı sən bu malqaranın içində saxlayırsan. Bunlarla bir yerdə qalır olar. Ne olsun, bu malqara deyim, o da qoyundur. Qaynasınlar, qarışsınlar, bir-birinə geçsinlər, gəlsinlər. Hadi, qoyunlarım oradadır ki. Deyil, oradadılar, bəli. Bu kimdir? Nədir ha bu? Nə? Ha, bir dəqiqə nə? Mən, Şəftə. mən. Mən sənə qoyun vermişəm ki, otur onlara bax. Sən de göyə öz yerə bir adam qoymuşsan bura. Bu kimdir? Bu, qoyayım da, qoyayım. Tələsməyin, bu profesional çobandır, profesional çobandır. Bu elə bir ki, bunun sertifikatı zadı var da, bu oxuyub alıb. Mənim sertifikatım yoxdur, mən elə bir məhəllədə zadda otarıram. Məsələn, mən sahəyə getsəm, məndən sənət istəyəcəklər. Amma bundan istəyən yoxdur, ona görə. Sən mənə 100 manat versin, mən gedib oxuyaram, sənət alaram, mən də olaram bunun kimi profesional çoban. 120 manat, mən gedim işlərimi görürüm. Yaxşı, profesional çobandır da bu. Profesionaldır bu, oxuyayım. Ha, qoyunlarıma bax. Baxın, gedin baxın, gedin baxın. Qoy bunu çəkim, atım fidiyə. Deyirəm, fidi bağa qoyunlarıma. Deyirəm, bu şəfti halaldır da. 80 dana qoyun verirsən, bir aydan sonra olur 100 dənə. Sən öləsən, Gedin, canavar da gəlir, görür burada nə qədər qoyun var ha. gedin qabaqdan çəkin. Başını itirir, Yeni. qatır çıxır. Mənə bax, yetən kişisən, nə sifət eləyəcək. 20 manat verim sənə, məsuliyyəti götürüb boynuma. Dinən qoyunlar hamısı sənindir, yaxşı, öpürəm səni. Yo, 20 azdır. O 20 üstüne bir tane de 100'lüğü koy. He. Səni xoşbəxt edeyim. Bir dəqiqə, yetən kişi inəklərin yanında əsəbləşdirmə məni. Qırmızı sifətimə dirəkmə. Az olub mən sənə belə vəziyyətdən çıxarmışam. Vermirsən ki. Yoxumdur da. Vermirsən ki. Yoxdur da. Ha, buraya. Gel bura. Müəllimdir. Ağsaqqaldır. Nədə? Niyə çəkirsən qoyunlarımı? Qoyunlar bu? Ha. Şəfdə, Yəni, bunlar mənim qoyunlarım deyil ki. bunlar sizin qoyunlarınızdır. Sənin burada bunun az miqdarda biraz qoyunları var. Qalan hamısı sizindir. Hardan o qoyunlardır? Hamısı mənimdir. Hardan səndir? Yox, müəllim. Bir də gidiyor nə? Şəfdə, sən elə sən bilsəm ki, mənə alladırsan, səni elə baba bu yerdə yıxaram. Səni bilirsən nə qədər döyərəm. Bildim. Uyuyu başa düşürəm. Amma yox, bunun burada az miqdarda qoyunu var. Qalan hamısı sizindir. Ha, düz deyir müəllim. Ay. 100 dənəsi sizindir, 50 dənəsi mənim. Amma xahiş edirəm videoya çəkmə də. Bilirsiniz nə işləyir? Müəllim, qoy mən sizə deyim də, Zülü müəllim. Deyir ki, yəni bu qoyunları hamısı yağlı mağlıdır da, deyir gözə gələr. Görün necə yağlı qoyunlar var orada. Adam baxanda təzyiqi qalxır. Ondan narahatdır, hə bu? Düzdür. Əlbəttə müəllim. Mən öz qoyunlarımı ayırım. Sizin qoyunlarınızı da verim. Gedin qıraqdan nə qədər sizi videoya çəkin də. Nə düzdür? Şəfdə, Bəli. sən elə sən məni birdən alladarsan ha. Yox, Qızışaram, pis qızışaram ha. bilirəm, ayıb olar, yox. Aris, maşın gəldi. Müəllim deyir 150 dənə qoyun var, onu yükləsin maşına. Restoran sifarişidir. Yaxşı. Sən elə, Şəfdə, Kimin? bura gəl ha. Aa, sən mənə gəlirsən ha. Ha, bu yenə nə istəyirəm məndən ha? Bəli, Fidi müəllim. Bəli. Anekdot. Təzə Ha. Hələ başlamamısınız, ha, bildim. Gülməli yeri qabaqdadır. Ha, bu. Rajok. Rajok. Ha, mənlə deyilsiniz. Yanımızdakı ilə danışırsınız. Ha, başa düşmürəm, Fidi müəllim. Anekdot danışırsınız, yoxsa yanımızdakı ilə söhbət edirsiniz, satıcı ilə. Ha, biz ona deyirsiniz. Biz ona deyirik. İnanırsınız, əlimdə bizon var. O da eşitdi, o da gülmək tutdu. Bu sözləri hardan tapız, bu gülməli sözləri? Oldu Fidi müəllim, oldu. Hadi tut, cəhənnəm oldu, gic-gic yığır hər gün. Anekdot belə gəldi, rajok belə getdi. Gic-gic anekdotlar da gülməli də deyil. İmkan verim əlbət bizon içməyə. Xüsusi sponsor Bizon. Bax şey,
Süzə gəlməyimizin səbəbini demək istəyirik. Ha, bildim də. Bir dəfə Limon qulağınızda sırıq ölüyor. Mənim sizə beləsi qızım yoxdur. Ay bəxşiş qardaş, heç narahat olmayın. Bu dəfə elçiliyə gəlməmişik. Keçən dəfə Feriyə bacı bizim qabağımıza dadlı bir yemək qoydu. Onu hansı yağla bişirmişdi? Bax, onu soruşmağa gəlmişik. Ayquda, patron yağı ilə bişirmişdim də. Soyuq sıxımla hazırlanan patron yağı 100% təbiidir. Heç bir kimyəvi qatqısı da yoxdur. Doğrudan deyirsən bacı. Elə bunu öyrənməyə gəlmişdik. Dur getdik. Gedək. Düş olmaz. Dur getdik. Aa, Evet. Allah razı gözlü də. Eşidirsən? Bundan sonra evə qonaq gələndə soğutma yeməklər pişir. Bu patron yağı ilə də ancaq özümüzdə yemək pişir ha. Bir dəfə yedlər ayaqları kəsilmidi. Xüsusi sponsor Patron Tumları. Xüsusi sponsor River Forest Hotel.